Dünyaya yeni gəlmiş körpələrin gecə-gündüz aktivliyi çox fərqli olur. Bəzi körpələr doğulandan bəri gecə çox yatırlar, lakin gündüz döşdə çox qalırlar, çox aktiv olurlar. Bəzi körpələr isə tam əksinə. Gündüz vaxtı süd yeyib yatırlar, gecə vaxtı isə anaya çox narahatlıq verirlər və tez-tez döş istəyərək yatmağa imkan vermirlər. Bu tamamilə körpənin təbiətindən asılı bir şeydir və bir müddət sonra, 2-3 ay sonra adətən körpələr gecə-gündüz fərqini hiss eləməyə başlayırlar və gecə-gündüz saatlarına nisbətən daha yaxşı yatmağa başlayırlar. Bəs biz bu körpəyə gecə vaxtı və yaxud hətta gündüz vaxtı daha çox yatsın deyə süni qida versək nə olar? Əvvəla, verdiyiniz süni qidanın miqdarı onun artan ehtiyacını ödəyəcəyinə görə, onun süd vəzinə olan ehtiyacını azaldacaq. Həm körpələr süni qida yeyəndə doyurlar deyə deyil, süni qida ağır olduğu üçün və həzminə daha çox güc sərf elədiyi üçün körpə yorulur və yatır və müəyyən müddət ərzində anadan əl çəkir və süd istəmir. Digər tərəfdə dediyim kimi artan ehtiyacına görə südün istehsalı da artmalıdır. Bunu təmin eləməyin əsas və tək yolu ona istədiyi qədər süd verməkdir. Körpələr süd istehsalını necə artırırlar? Ya əvvəlkindən daha tez-tez istəyir südü. Misal üçün, əvvəl gündə 6-7 dəfə süd əmirdisə, indi 10 dəfə, 12 dəfə əməcək və yaxud əvvəlkindən daha uzun müddət döşdə qalacaq. Misal olaraq, əvvəl 15-20 dəqiqə, yarım saat süd əmirdisə, indi 40 dəqiqə, 50 dəqiqə, hətta 1 saata qədər süd əmə bilər. Bu cür davranaraq körpə süd vəzisində süd istehsalını artırır. Çünki nə qədər çox əmirsə, beyinə gedən siqnal miqdarı da daha çox olur və bir müddət sonra uşağa misal üçün dünən 500 ml süd lazım idisə, bugün artıq 550 lazımdırsa, 3 gün, 5 gün ərzində süd vəzisi adaptasiya olunur və daha çox süd verməyə başlayır. Əgər biz uşağa süni qida veririksə, onun yorulub yatmasından savayı, onun artan ehtiyacını süni qida ilə ödəyəcəyimizə görə, dünən bizim süd vəzimiz 500 ml süd istehsal eləyirdi deyə, sabah 550 ml istehsal eləməyəcək. Çünki süd vəzisi daha çox əmməsə uşaq və daha çox döşdə qalmasa bunu anlamayacaq və beyin də prolaktin səviyyəsini artırmayacaq. Lakin onun ehtiyacı artdığına görə və biz süni qida verdiyimizə görə, toplamda uşağın qidası bugün 500 ml üstəgəl 50 ml süni qida olacaqsa, sabah uşaq artıq süni qidanı daha çox tələb eləyəcəyinə görə və süd vəzisi də adaptasiya olub daha çox süd verməyəcəyinə görə 500 üstəgəl 100, 500 üstəgəl 200 süni qida, 500 üstəgəl 300 süni qida, hətta zaman keçdikcə körpənin əmmə tərzi dəyişəcək. Körpə süd vəzisi ilə butulka arasında qalsa, butulkanı seçəcək. Çünki butulkadan gələn südün axını və butulkanı əmmə rahatlığı başqa cür olur və bir müddət sonra hətta döşdən imtina eləməyə başlaya bilər. Buna görə dəyərli anlar, əgər körpənizin doymadığını hiss edirsinizsə, buna birbaşa özünüz qərar verməyin. Həm aylıq artımlarına diqqət eləyin, həm də istədiyi qədər əmməyə imkan verin. Əgər bunları edərək siz yenə də həftəlik aylıq artımların az olduğunu görsəz, təbii ki, pediatrınız ehtiyac olduğu halda ona süni qida təyin eləyəcək. Lakin yatmır deyə, döşdə çox qalır deyə süni qida verilməz.